vəkilləri arasında canlı yayım açma məcburiyyətində qalması aidiyyatı qurumların günahıdırsa, ar olsun deyirəm o aidiyyatı qurumlara. Amma əgər belə deyilsə, şəhid anasının hər şey haqqı var. TikTokda canlı açmağa da haqqı var. Amma o canlıda şəhid övladınız haqda, onun uşaqlığı haqda, keçdiyi həyat yolu haqda danışın. Yoxsa gözlərdə kədər hədiyyə gözləməklə, Həsən oğlum sağ ol, Hüseyn oğlum sağ ol hədiyyə üçün təşəkkürləri etməklə bunlar bizim şəhid analarımıza yaraşmaz axı. Bizim şəhid analarımız TikTokda hədiyyə güdən baboşlarla, ləmanlarla eyni cərgədə dayana bilməz axı. Bu platformaya dünya baxır. Bir erməninin şəhid balamızın anasının gözü yaşlı hədiyyə gözləməsindən aldığı həzzi mən qəbul etmirəm. Şəhid anasının canlı yayımında ləyaqətsizlərin artıq kəlmələr yazmağı, utan, ayıb olsun yazıları bizi üzür axı. Şəhid anası şəhid övladının ruhunu ucuzlaşdıra bilməz axı. Əziz şəhid analarım, bəzi işbazlar şəhid anaları ilə görüş tədbirlərinə sizi dəvət edirlər, güya qayğı göstərirlər. Sizdən əvvəlki 19.000 birinci Qarabağ şəhidlərinin anaları ana deyildi. O analara niyə yox idi bu qayğı? Deyimmi niyə? Çünki 44 günlük müharibənin damarlarda həssas qanı hələ soyumayıb. Şəhid ailəsinə tədbir adı ilə sahibkarlardan pul yığan, əslində o pulun cüzi hissəsini sizə xərcləyən adamların məqsədi var. Onlar üçün şəhid ailəsi maraqlı deyil. Onlar üçün gələcəkdə öz dələduzluqları ortaya çıxan da, mənimsədikləri üzə çıxan da o şəhid ailələrinin anaları məhkəmələrdə qalxan kimi istifadə etmək üçün bu yola üz tutublar. Bu günümüzü məhz sizlərə borcluyuq şəhid anaları. Sizin böyütdüyünüz şəhid övladın sayəsində biz ayaqdayıq. Sizin övladınız Azərbaycan oğludur. Siz bizim baş tacımızsınız. Siz şəhid anası kimi mənim və xalqın gözündə çox ucadasınız, əl çatmazsınız, ən ali zirvədəsiz. Vətənə şəhid verən analar bizim hamımızın anasıdır. Axı o şəhid oğlun sənin heç kəsə əyilməməyin, ağız açmamağın, kədərlənməməyin, dik duruşun, qürurun üçün canını fəda edib. Sənin ağlamağın yazıq görkəmin üçün yox axı. İnanıram ki, şəhid oğlunuzun ruhu gecə yuxunuza girsə, anası